İnanc bir insanın həyatını değiştiren bir zihin oyunudur. Misal üçün, mən səhər durmuşam, işə gedəcəm və qarşıma bir pişik çıxdı. Düşünürəm ki, pişik qarşıma çıxdısa günüm uğursuz olacaq. Və bu düşüncədə olduğum üçün, buna inandığım üçün gedirəm, həqiqətən də günüm uğursuz olur. Başqa bir xanım da düşünür ki, əksinə pişik mənə uğur gətirəcək, fayda gətirəcək. Yəni Allahın bir heyvanıdır, niyə də uğursuz olsun? Və gedir, həqiqətən də günü uğurlu olur. Burada hər ikimizin həqiqətini dəyişdirən nə oldu? Bizim o hadisəyə inanma şəklimiz. Bəs yaxşı, inanclar necə yaranır bizim həyatımızda? Beyin inanc yaradır bizi qorumaq üçün. Ya bizə təlkin edilərək, təkrarlanaraq, misal üçün, pişik söhbətinə gəldikdə, uşaqlıqdan tez-tez ətrafımızda, ailəmizdə bu sözlər deyilibsə, mən artıq pişiyin nə qədər inkar etsəm, mənə uğursuz gətirdiyinə inana bilərəm. Və yaxud da ki, təcrübə əsasında mən buna inana bilərəm. Misal üçün, bugün bir dəfə, iki dəfə getdim və həqiqətən qarşıma pişik çıxdı və həmən gün günüm uğursuz oldu. Bu an beynim əlaqələndirəcək ki, pişik bərabər də uğursuzluq. Yəni, inanclarımız iki formada yaranır. Təkrar və təcrübə əsasında. Növbəti videoda isə inancımızı necə dəyişdirə bilərik sizlər üçün izah eləyəcəm.